Salam yoldaşlar, hər kəsi xoş gördük. Advanced Level IFRS video dərs paketimizə uzun fasilədən sonra qaldığımız yerdən davam edirik. Və bu mövzumuz 21 nömrəli standartla bağlıdır. 21 nömrəli standartın adı The Effects of Changes in Foreign Exchange, yəni valyuta məzənnələrində olan dəyişikliklərin uçotu. Bu standart ümumilikdə standart olaraq orijinal formada cəmi 20 səhifədən ibarətdir, amma praktik əhəmiyyəti çox önəmli bir mövzudur və elə bir şirkət yoxdur ki, o xarici valyutalarla əməliyyat aparmasın və bu əməliyyatlar mütləqdir ki, onun uçotuna təsir edəcək və standartın da məğzi məhz valyuta əməliyyatlarında məzənnə fərqlərində olan dəyişikliklərin uçotu ilə bağlıdır. Birinci mövzumuz qısa tanışlıq xarakteri daşıyır və birinci mövzumuz adından da göründüyü kimi standartın məzmununa qısa girişdir. Ümumiyyətlə bu standart nəyi tənzimləyir, niyə var? Yoldaşlar, bugün dünyada baxsaz aşağı-yuxarı təxminən 180 fərqli valyuta var. Bu da demək ki, hər ölkənin demək olar öz valyutası var. Və bu şirkətlər dünya artıq qloballaşıb deyə şirkət yalnız öz valyutasından əməliyyat eləmir və bir şirkətdə dollar, avro ölkədən asılı olaraq və digər funt sterling və s. Şirkətlərin qarşılıqlı əlaqəsindən asılı olaraq xariclə alqı-satqı əməliyyatları və s. müxtəlif əməliyyatlar var və məcbur olaraq şirkətdə bu valyuta əməliyyatları baş verir. Və bu əməliyyatlar nəticəsində də məzənnədə bir dəyişikliklər formalaşacaq və bunların uçotundan danışacağıq. Bütün bu İAS 21 standartı cəmi iki təməl prinsipin üzərində qurulub və bunu iki yerə ayıracağıq dostlar. Birinci hissə, deyək ki, şirkətin özü, deyək ki, Panda şirkətidir. Bu Panda şirkətinin bir var ki, özü müstəqil olaraq bir şirkətdir və özünün apardığı əməliyyatlar var. Misal üçün, xaricdən mal alır valyuta ilə ödəniş eləyir və s. Yəni, Panda şirkətinin özünün apardığı xarici valyuta əməliyyatları var. Buradan görürsünüz dostlar bu. Və buna biz nə deyəcəyik? Transaction in Foreign Operations. Bunu dəyişək dostlar. Foreign Operations yox, Foreign Currencies eləyək bunu. Xarici valyutalarla aparılan əməliyyatlar. İkinci hissə Panda şirkətinin xaricdə, misal üçün, deyək ki, Özbəkistanda yerləşən bir şirkəti var, Ukraynada yerləşən bir şirkəti var, törəmə müəssisə ola bilər, filial ola bilər və s. Bunların hər birinin fərqli valyutası var. Misal üçün, Özbəkistan deyək ki, Özbək somundan hesabatlarını hazırlayır, Ukrayna öz valyutası qrivna ilə hesabatları hazırlayır. Panda şirkəti Azərbaycanda yerləşir, AZN ilə hesabatını hazırlayır. Bunların hər biri müstəqil olaraq xaricdə fəaliyyət göstərib, hər birinin özünün hesabatları var və öz valyutasından aparır. İndi ana müəssisə Panda şirkət konsolidasiya hesabatı hazırlamalıdır. Konsolidasiya hesabatını hazırlayanda təbii ki, bunların hamısını manata çevirməlidir. Sual ondan ibarət ki, hansı məzənnə ilə çevirəcək manata? Çünki hesabatı ildə bir dəfə hazırlayır konsolidasiya. İlin sonu məzənnə ilə çevirəcək, yoxsa necə çevirəcək? Buna görə də İAS 21 standartının tənzimlədiyi ikinci məsələ var. Xaricdəki filial, nümayəndəlik və törənmə müəssisələrinin apardığı əməliyyatlar, buna deyirlər Foreign Operations. Yəni, xarici operation əməliyyatlar. Bir var, xarici əməliyyatlarla, yəni bunu nəzərdə tuturuq, xaricdəki əməliyyatlarla, xarici ölkələrdəki nümayəndəlik, filial və s. ilə apardığı əməliyyatların məzənnəsinin çevrilməsi məsələsi var. Bir də Pandanın özünün fərdi əməliyyatları var valyuta ilə. Bu ikisi ayrı-ayrı məsələdir və 21 nömrəli standart bu ikisini ayırır və ona görə də hər iki məsələnin nə olduğunu başa düşməliyik. Bu ikinci məsələ sırf konsolidasiya ilə bağlıdır. Birinci məsələ isə şirkətin özünün fərdi hesabatları ilə bağlıdır.
Praktikada bizi ən çox maraqlandıran birinci məsələdir, daha çox üzləşdiyimiz birinci məsələdir. Çünki çalışdığımız şirkətlərin açığı xaricdə filialları ə, olan şirkətdə çalışan mühasib sayı azdır. Yəni misal üçün mən hal-hazırda çalışdığım Azvirt şirkətinin xaricdə filialları və nümayəndəlikləri olduğuna görə bizdə hər ikisi mövcuddur. Yəni mən həm birinci, həm ikincini görə bilirəm. Amma əksəriyyətimizin çalışdığı şirkətlərin xaricdə bir törəmə müəssisəsi və ya nümayəndəlik filialı olmadığına görə ikinci hissəni praktikada az görür. Amma bu o demək deyil ki, sabah belə bir şirkətdə işləməyəcəksiniz. Misal üçün təsəvvür edin ki, BP-də işləyirsiniz. BP-nin dünyanın demək olar hər ölkəsində mövcuddurlar və onların düşünün ki, BP-nin baş ofisi funt sterlinqlə konsolidasiya eləmək üçün bütün valyutaları ona çevirməlidir, öz valyutasına. Ona görə iki fərqli məsələnin biz uçotuna baxacağıq. Və bir də iki dənə termin var. Bu terminləri də öyrənək və bununla qısa mövzumuzu yekunlaşdıraq. 21 nömrəli standartda qarşınıza iki dənə termin çıxacaq valyuta baxımından. Biri funksional valyutadır, biri isə təqdimat valyutasıdır. Bu terminləri eşidəcəksiniz. Ən asanından başlayaq. Təqdimat valyutası. Təqdimat valyutası nədir? Şirkətin hesabatlarını təqdim elədiyi valyuta onun təqdimat valyutasıdır. Yəni hesabatları hansı valyuta ilə eləyirsən? Misal üçün Azvirt şirkəti manatla hesabatlarını hazırlayır. Adətən hansı ölkədə fəaliyyət göstəririksə, oranın valyutası nədirsə, adətən hesabatlarımızı onunla təqdim edirik, onunla hazırlayırıq. Təqdimat valyutası şirkətin seçiminə bağlıdır. Ola bilər ki, Azvirt şirkəti qərar verə bilər ki, hesabatları dollarla təqdim edirəm. Ola bilər, burada heç bir problem yoxdur. Nə var? Və yaxud Azvirt şirkətinin baş ofisi deyə bilər ki, mən hesabatları avro ilə verirəm. Çünki təsisçilərimin deyək ki, 4/3-ü almanlardır ona görə. Yəni təqdimat var, baxmayaraq ki, Azvirtin baş ofisi Azərbaycandadır, amma təqdimat valyutası dəyişə bilər. Qısacası təqdimat valyutası şirkətin istəyinə bağlıdır. Funksional valyuta isə şirkətin fəaliyyət göstərdiyi iqtisadi mühitdəki valyutadır. Azvirtin funksional valyutası Azərbaycandakı baş ofisin funksional valyutası manatdır. Çünki iqtisadi mühitimiz manatdadır. Özbəkistanda somdur, Ukraynada qrivnadır. %99% halda funksional valyuta fəaliyyət göstərdiyimiz ölkənin valyutasıdır. Amma təqdimat valyutasını dəyişə bilərik. Dediyim kimi, misal üçün nə vaxt o? Bir nümunə göstərdim. Ukraynanın funksional valyutası qrivnadır. Çünki iqtisadi mühiti qrivna əsasında formalaşır. Ukraynanın təqdimat valyutası özü-özünə hesabat təqdim eləyir, öz daxili rəhbərliyi, yəni buranın axı Ukrayna filialının özünün direktoru var, baxmayaraq ki, baş ofisin ümumi rəhbərliyi var. Ukraynadakı hesabatlara bunlar baxırlar qrivna ilə, hökumətə hesabatı verir qrivna ilə, amma baş ofis hesabat istəyəndə qrivna ilə baxmayacaq. Ona görə baş ofis deyəcək ki, ya avro ilə hesabatı göndər, ya manata çevir göndər. Ona görə funksional valyuta Ukraynada qrivnadır, amma təqdimat valyutası istəkdən asılı olaraq dəyişə bilər. Belə dostlar, qısa bir videodur, amma dediyim kimi bütün hər şey bu iki dənə hissənin üzərində qurulub. Şirkətin özünün apardığı əməliyyatların valyutalarında məzənnədə dəyişmələr, bir də şirkətin filiallarının fərqli valyutalarını konsolidasiya eləyəndə arada yaranan məzənnə fərqləri. Bunların uçotuna baxacağıq. Belə dostlar, növbəti videolarda görüşmək ümidi ilə sağ olun.